Mevlud Süleymanlı şapkamı geyinən hekayə. Birinci hissə. Səhər tezdən şapkamı əlində gördüm. Sallaya-sallaya o yan bu yana keçirdi, elə bil atmağa yer axtarırdı. Yəqin nəsə eşidib yenə ağ maşındaydı bu şapka. Mat-məəttəl qapının arasında dayandım. Üz gözündə də həmişəki kimi qabarıb üzə çıxmış gülüş otaqları dolaşır. Bilirəm, yenə tikanlı nəsə deyəcək. Nədir deyirəm, nə olub? Şapkamı da barmaqlarının ucu ilə tutub yaxınlaşır. Kim geyinibmiş bunu? Dünən gün orta vaxtı kimin başına qoyub yanında oturub sanmış? Mən doğrudan da çaşıb özümü itirən kimi oldum. Nə danışırsan, harda? Maşında, dedi. Səsini uzada. Başına qoymusan ki, yanında tanıyan olmasın, hə? Yaxşı, mən gözlərimi yumdum. Bəs camaat? Elə bilirsən tanıyan bilən yoxdur? Şapkanı üstümə tullayıb. Var, dedi, var. Sənin öz kəndlilərin çatdırdı. Bilirsən, öz kəndinizin dili ilə də nə dedilər? Dedilər, ay şapkanı geyinən ölsün. 3 gündən sonra 50 il olacaq ki, bir yerdə yaşayırıq. Bu 50 ilin içində də çox şeylər dəyişib. Çaylar yatağını, yollar səmtini, ölkələr sərhəddini, sınırını, dinini, imanını. Amma o dəyişməyib. Görünür, əslində də heç nə dəyişmir. Belə çıxır ki, mən yanılıram, görkəmlə mənanı qarışdırıram. Görkəm dəyişəndə məna dəyişmir bəs. Bütün günü bu haqda düşündüm. Fikrimdə aləm qarışdı bir-birinə. Heç nə də alınmadı. Bu qərara gəldim ki, gözümün qarşısındakı bu 50 illik yer üzü kimi onun da görkəmici dəyişib. Yəni, yalnız saçları ağardı, üzü gözü qırışlarla örtüldü, xasiyyəti dəyişmədi. Tanıdığım gündən qapalı, az danışan, olanlara, olacaqlara soyuqqanlı, istəyini bildirməyən, uzaqdan gülməyi, gendən baxmağı bacaran, yəni heç vaxt özünü unutmayan, kimin haqlı, kimin haqsız olduğunu bilsə də, haqlı, haqsız axtarmadan yaşayan, sözə baxan, üzü gülən, ona görə də tələsik evləndim. Amma bilmədim bu 50 il necə keçdi. İndi başqa heç nə eləyə bilməyəcəyimi anlayıb yazı yazmaq istəyirəm. Bilmirəm necə başlayım. Bu dediklərin başlanğıc ola bilərmi görəsən? Yay tətilindən qayıtmışam. Bütün yayı əmimlə ot biçdiyimdən əmim demiş, lap cöngəyə oxşayıram. Üstəlik boynumdan çıban çıxıb, boynum da sarıqlıdır. Elə bu şəkildə onu gözləyirəm. Vağzalın pilləkənləri ilə enən gördüm, ətrafı yoxmuş kimi heç nəyə fikir vermədən, heç nə hiss etmədən gəlir. Bir uçmağı əskikdir. Bu nədir geyinmisən? Elə uzaqdan uzağa dedim, qaş-qabaq içində. Nədir geyindiyin? Səsim çatan yerdə dayanıb üst başına baxdı, su rəngində tül paltardı. Təzə tikdirmişəm, elə bilirdim xoşuma gələcək. Yaxınlaşmır, dayandığı yerdən deyir. Altdan geyindiklərin görünür, deyirəm. Sakitcə əlimlə də göstərirəm. Bayaqçı gülüşü üzündədir, amma birdən-birə rəngini dəyişdi, elə bil ağrıyan yeri varmış. Neynim indi? Get paltarını dəyiş gəl. 2 saat sən burada neynəyəcəksən? 2 saat mən burada səni gözləyəcəm. Ayaqlarımı dayandığım yerə vura-vura. Heç yerimi dəyişməyəcəm, dedim. Dinməz söyləməz qayıtdı, pilləkənin başına çatanda dönüb gülümsədi, sonra adamların arasında gözdən itdi. Düz 2 saatdan sonra qayıtdı, birinci kərə gördüyüm paltardaydı. Heç nə olmamış kimi sevinə-sevinə yaxınlaşdı, əl-ələ tutub, üzü dənizə tərəf getdik. Ailə qurandan sonra demək olar ki, bayırı unutdu. Nə kənd qaldı yadında, nə şəhər, nə doğulduğu ev, qohum əqrabasını belə xatırlamadı. Gülümsəyə-gülümsəyə yumşaq-yumşaq qarnındakı balalarını gəzdirdi. Bax, tərpənir, bax, eşidirsən, tıp-tıp, elə bil içimin tozunu çırpırlar. Heç vaxt demədi, hara gedirsən, hardan gəlirsən, arada bir köksümə sığınıb xeyli eləcə qalardı. Sonra anladım ki, qoxlayırmış, iyiləyirmiş məni. Düzün də görüm, hardan gəlirsən? İşdən gəlirəm, hardan gələcəm? Metro, o avtobusdan düş, bu avtobusa min. Arvad, kişi, aləm qarışıb. Ona sürtün, buna sürtün. Şübhəsi də üz gözündə aralanar, evdə yazı adına nə varsa, kitab, dəftər, qəzet parçası əlinə nə keçərsə götürüb gözünü zilləyər, dinib danışmaz. Ya da pianoda nəsə çalar. Ən kasıb vaxtlarımızda belə demədi, evdə bir şey yoxdur. Nə olsun, dedi. Soğanımız ki var, hər şey bişəndə dadını dəyişir. Bişirərəm, soğan yeyərik. Son vaxtlar yuxudan dəli kimi ayılmağa başladı. Mən də oyanıb sakitləşdirirdim. Oyan, yuxu görürsən. Yox, mən səni arvadla gördüm. Dəli olmusan, nə arvad? Yox, yoxşamırdı. Uşaq oyatma, ağlını başına yığ, yat.
Yenə o arvadı görəcəm. Yatmaq istəmirəm. Səhər heç vaxt yuyunub daranmamış salamlaşmazdı. Yalnız əl üzünü yuyandan sonra sabahların xeyir deyərdi. Sabahlarımız xeyir. İlk vaxtlar götürə bilmirdim. Sonralar üz gözünü qurulaya-qurulaya dünənin, o biri günlərin bütün olub olacaqlarını, evsizliyimizi, çörəksizliyimizi, yəni kasıbçılığımızı unudub həmişə uşaq kimi qayğısız görünən sifəti ilə gülümsəyə-gülümsəyə salmalaşmağına öyrəşdim. Uşaqlarımız oldu, onları da öyrətdi. Hə, yuyundunuz, darandınız, indi ataya salam verin, sabahınız xeyir deyin. Sonralar nə gördü, nə eşitdi, kim nə dedisə səhər salamına bir söz də əlavə elədi. Arvatların xeyir. İlk eşidəndə doğrudan da pərt oldum. Bu nə sözdür deyirsən, özü də uşaqların yanında utanmırsan? Üz gözünün işarəsi ilə yaxındır dedi. Başımı ona sarı əydim, ayaqlarının ucuna qalxıb qulağıma pıçıldadı. Dünən gətirdiyin uşaq paltarlarını kimdən almısan? Kimdir o paltarsadan göygöz arvad? Nə duydurdun yenə? Deyə uşaq ailəmin mağazasında işləyən göygöz qadının elə ovcundanca yediyim kotletləri xatırladım. Ağlını yığ başına, demişdim ki, sənə dostumun qonşusudur. Bir yerdə gedib uşaqlara paltar aldıq. Sən bir şey unutmusan, amma yadında saxlamalıydın, dedi. Bilməliydin ki, yerində qulağı var. Nəinki qulağı, gözü də var. Ona görə də heç nə gizlin qalmır. Hörmətli tələbə yoldaşım. Gülümsədi, mətbəxə keçib əlində çay qayıtdı. Amma salamımı necə istəyirəm, elə də verəcəm. İstəyirsən götür, istəmirsən götürmə. Çətin olsa da salamlaşmağın da zarafata döndərə bildim. Arada bir bəlkə də bilərəkdən arvatların xeyir demirdi. Onda mən də bilərəkdən haykü eləyirdim. Sabahları dedim, bəs arvatları demədin. İndi oğlumun maşınında bağa gedirik. O vaxtlardan da çox keçib, lap çox. Nəvəmiz, nəticəmiz, ağaçlarımız böyüyüb. Necə deyərlər, göyə dirək olub. Birazdan ala qapının ağzındakı zeytun ağacı görükəcək. Mən uşağımı, nəvəmi, nəticəmi görmüş kimi sevinəcəm. Bu sevincim bəlkə də ağacın meyvə gətirdiyinə görədir. Zeytun ağacını anam demiş birinci qarnıdır, yəni birinci kərədir meyvə gətirir. Oğlumla bir yerdə əkmişik. Oğlumu da təzə evləndirmişəm. Evləndirən kimi yerişi, duruşu dəyişdi. Hələlik uşaqları olmasa da ata kimi apara bilir özünü. Zeytunu əkəndə yer qazırdı, dikəlib, bunu da sən ək, sən bastır, dedi. Bağdakı ağaçları, gülləri göstərdi. Sənin əkdiklərindir bütün bunlar. Ağac şitilini qazdığı yerə qoydu. Dibini sən bastır, əlin kökünə dəysin. Nənə də deyirdi, atanın əkdiyi tez bitir. Yaxşı deyirəm, onda suyunu da sən tök. Beləcə 3 il qabaq zeytun şitilini düz girəcəkdən əkdik, indi birinci meyvəsidir. Elə iştahla gətirib ki, başına dolanmamaq mümkün deyil. Meyvəsi dəyən vaxtlarda, yəni axıra yaxın qaralmağa başlayır, qapqara olur. İndi də az qala gözümüzün qabağında bir-bir, iki-iki qaralmaqdadır. Maşından çıxıb zeytunun yanına gəlmişəm, meyvə qarışıq budaqlarını sığallayıram. Oğlum qapının açılmasını gözləyir. Pişik maşının səsinə çıxıb hasarın üstündən bizə baxdı. Qapı da elə bu vaxt açıldı. Sizin gəlməyinizi həmişə pişik xəbər eləyir. Düz 15 dəqiqə qabaq yoldaşımdır. Qapını açıb gülümsəyir. Hani bəs özüm? Bayaqdan bir yoldayıb zəhləmi tökürdü ki, gəlir. Hani bəs indi? O dey, hasarın üstündən ataya baxır. Doğrudan da gözlərini zilləyib mənə baxırdı. Sonra hasardan enib yanıma gəldi. Elə çox istəyir ki, bunu bu yoldaşım əllərinin ikisini də mənə sarı uzatdı. Məhdəl qalmışam. Heç bunu istəmək olar. Yan yörədə çox adam varmış kimi bərkdən gülüb boylandı. Məni bütün canlılar çox istəyir, dedim. Elə bilirsən ağac istəmir, ağac da istəyir. Üzümü zeytunun meyvələrinə sürtdüm, əllərimi pişiyə sarı uzatdım. Gəl, gəl. Pişik necə öyrətmişdim, eləcə atlanıb qollarımın üstünə çıxdı. Alaqapıya dırmaşmış sarmaşıq gülləri kimi pişik də dəyişib buraların olmuşdu. Onu da biraz var gətirmişəm. Balacaydı, qucağımı alıb mətbəxə girdim ki, yoldaşıma göstərim. Neçə vaxtdır pişik istəyir. Sıçan deyir, az qalır üstümə dırmaşsın. Bir pişik tap gətir. Nəysə, dediyim kimi pişik də qucağımda təzəcə içəri girmişdim ki, əlimdən küncə atlanıb ağzında sıçan çıxdı. Nə yamanmış bu, heç deməzsən, yoldaşımın əli üzündə qaldı. Hardan gətirdin? Pişiyə sarı əyildi, tez də dikəlib. Doxu vurublar ki, buna, dedi. Doxu gəlir bundan, arvad doxusu bir aşağı əyil. Özü durduğu yerdə quruyub qalmışdı. Bayaq bizi görəndə uşaq kimi gülümsəyən üzü gözü birdən-birə qaralıb qırışlarla örtüldü.